oyun oynamaq, məktəbə getmək, öyrənmək və kəşf etmək. Hər bir uşağın haqqı olan bir həyatın parçasıdır. Amma təəssüf ki, bu hər bir uşaq üçün belə deyil. Əlindən oyuncağını, xəyallarını və gülüşünü alan, fiziki inkişafını əngəlləyən, ruhunu incidən, mənəviyyatını kölgələyən hər bir ağır fəaliyyət uşaq əməyinin istismarıdır. Erkən yaşda əməyə məcbur edilən uşaqların bir çoxu məktəbə getməkdən, lazımlı qidalanma və qulluqdan məhrumdular. Bu sadəcə bir sosial problem deyil, bu uşaq hüquqlarının pozulmasıdır və onların gələcək inkişafına ciddi maneədir. UNICEF və Beynəlxalq Əmək Təşkilatının məlumatına görə dünyada 160 milyon uşaq hələ də əmək fəaliyyətinə cəlb olunur. Onlardan 79 milyonu təhlükəli şəraitdə çalışır. Uşaqların əməyə məcbur edilməsinin səbəbləri müxtəlifdir. Yoxsulluq, valideynlərin işsizlik problemi, uşaq əməyini normallaşdıran sosial baxışlar, təhsildən yayınma, kənddən şəhərə miqrasiya, qeyri-qanuni iş yerləri və zəif ictimai nəzarət. Uşaq əməyinin istismarına qarşı mübarizə məqsədi ilə dövlətlər qanunvericilik bazasını gücləndirir. Təhsilə əlçatanlıq, sosial müdafiə proqramları və ictimai maarifləndirmə kampaniyaları həyata keçirir. Eyni zamanda nəzarət və monitorinq gücləndirilir. Hər il iyunun 12-sində bütün dünyadan olan hökumət və qeyri-hökumət təşkilatları, işə götürənlər, əmək müəssisələri uşaq əməyinin istismarına qarşı mübarizə məqsədi ilə öz səylərini birləşdirir. Ölkəmizdə də uşaqların müdafiəsi onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Dövlətin mövcud qanunvericilik bazası və həyata keçirilən dövlət proqramları da uşaqları qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, BMT-nin Uşaq Hüquqları haqqında konvensiyası, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 98 və 250-ci maddələri, Azərbaycan Respublikası Uşaq Hüquqları haqqında qanun, Azərbaycan Respublikası İnsan alverinə qarşı mübarizə haqqında qanun, uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında Ümumdünya Bəyannaməsi, Azərbaycan Respublikasının uşaqlara dair 2020-2030-cu illər üçün strategiyası, Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Əmək Məcəlləsinə əsasən uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılır və müqaviləni bağlayan işə götürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadakı işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti, vaxtı, müddəti və sair baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub. Uşaqlara oyun oynamağa, öyrənməyə, böyüməyə imkan verək, uşaq əməyinə yox deyək.